Valideyn üçün övlad hər şeydən dəyərlidir. Amma bu sevgi ölçüsüz və sərhədsiz olduqda uşağın ərköyün böyüməsinə səbəb olur. Bu da zamanla həm ailə daxili münasibətlərə, həm də cəmiyyətə mənfi təsir göstərir. Psixoloq Tünzalə Aslanovanın sözlərinə görə, valideynlərin yanlış tərzdə göstərdiyi münasibət ərköyün davranışların formalaşmasına səbəb olur. Tək övladı olan ailələrdə, 30 yaş sonrası doğuş edən ailələrdə, nənə-baba dominantlığı daha çox olan ailələrdə, belə deyək, ailənin və ya nəslin ilk nəvələrində biz bu simptomların, yəni ərköyünlük əlamətlərini daha çox görürük. Əgər 3 yaşında övladımızı biz disiplinə salmadıqca, o belə deyək, ərköyünlüyü aradan qaldırmadıqca, yeniyetməlikdə bizi gözləyən davranış pozuntuları, bizi gözləyən telefon, bizi gözləyən hər hansı bir maddi asılılıqları qaçınılmazdır. Müasir dövrdə ərköyünlük davranış pozuntusu kimi qəbul edilir. Lakin psixoloq deyir ki, davranış pozuntusu və ərköyünlük bir-birindən fərqli anlayışlardır. Biz ərköyünlük simptomlarını görürük 2 yaşında. Hansı ki, uşaq nə edir? Uşaq oyuncaqlarını tökür. Ailənin bir fərdi, xüsusən bu analar olur, uşaq tabe etmək üçün oyuncaqlarını yığacaqsan komandası verir. Amma qıraqdan əlavə bir müdaxilə ilə işin olmasın, eləmə, balacadır, körpədir dedikcə artıq bu uşaqda nə formalaşır? Egoizm. Amma bu davamlı şəkildə olur və krizlər keçirdirsə, bəzən elə olur, saatlarla ağlayan, özünə xətər verən, əşyaları tullayan. Bax, bu artıq davranış pozuntusudur və bunun ərköyünlüklə heç bir əlaqəsi yoxdur. Psixoloq əlavə edir ki, valideynlər uşaqlarına qərar qəbul etmə bacarıqlarını inkişaf etdirmək üçün onlara seçim hüququ verərək məsuliyyət hissini artırmağa çalışmalıdırlar. Firuzə Məlikzadə, Səbuhi Mustafayev, Vüsal Cəfərov, İlham Əkəliyeva, Xəbər Ertəsi.